بسم الله الرحمن الرحيم وبه نستعين إنه خير ناصر ومعين صلى الله على سيدنا محمد وأهل بيته الطاهرين ولعنة الله على أعدائهم أعداء الله إلى لقاء الله أما بعد اللهم وفقنا لما تحب وترضى. Keçən bəhsdə o kəslər ki, Allah barəsində fikirləri var idi, qəlbi məşhur şəxsləri, onlara cavab verdik. Yəni biləm, o əflatunu verilən cavabım kifayətçin. Ondan sonrakilərin fikirləri elə eyni onların yuxarıda deyilənlərin fikirləridir. Elə o cavablar hər ildirsə hamısını kifayət edir. Amma bugünkü bəhs, yəni ta bugünkü bəhsimizi olan bütün bəhslərin hamısı, hətta bugünkü bəhsimizdə daxil olmağına əqaiddə ibtidai müqəddimə məlumatlar idi. Yəni biz inşallah gələn dərsdən əsli əqaid bəhsinin, tövhid bəhsinə başlayacağıq. Ta bugün necə və hətta bugünkü bəhsimizdə inşallah müqəddimə oldu. Onlar üçün din barəsində, mənəvi dünya görüşü, hər nə ki keçdik. O cümlədən də bugünkü bəhsimiz. Bugünkü bəhsimiz tövhid bəhsindən qabaq biz aləmi nə ilə, hansı vasitə ilə tanıya bilərik? Bəhsimiz budur. Aləm özüm və içində olduğum bu aləm. Və bunu mən hansı vasitələrlə tanıya bilərəm? Bunun yolları nədir? Bunun üçün baxdıqda görüb, birinci budur ki, insanın hiss orqanları ilə görmə, eşitmə, toxunma, elə axır ki, bu hiss orqanları var. Bunlarla daxil aləmdən məlumat toplayıb aləm haqqında məlumat verə bilər. Və burada çox təəccüblü budur ki, ateizm təriqəti gəlirlər, onlar bu şeydirlər, elm inkişaf eləyir, elm mən nə bilim, hər şeyin həqiqətinə varacaq, vaqiyyətinə varacaq. Məlum olur ki, bunlar Məlik Məmməd nağılından başqa bir şey deyil. Niyə? Əvvəla elm ki, hələ bu qədər inkişaf eləyir, hələ ki, hər şey əvvəla təcrübəyə gəlmir. Hər şey insanın hiss orqanlarının nəzarəti altından gələ bilmir ki, insan onun həqiqətini hələ varsın. Hələ özü nədir, onun haqqında məlumat özündən ehtimal versin, məlumat toplasın, bu başqa bir şeydir. Bir də hər bir şey bunun nəzarəti altına gəlir. Məsələn, misal, hətta insan sadəcə bunlar ki, deyilər, biz hər şey elmdən tapacaq. Elm nədir? Elm yəni məlumat. Məlumat görməklə, eşitməklə, toxunma və başqa bir şeylə təcrübə ilə zəndən əmələ gəlir. Yəni, hiss orqanları idi. İnsan hələ özündə bəzi şeylər nədir? Buna məchuldur. Görün, neçə əsrlərdir keçir, neçə eralardır keçir, hələ insan özü-özünə məchuldur. Misal, bəzi xəstələr, o cümlədən xərçəng xəstəlik, bugün elmə və hisslərindən güvənənlərə məchuldur bu virus. Üçün məsul olmasın, dərmanı tapardılar onu. Və ondan başqa bu insanlar aydan başqa bir yerə gediblər? Yox. Obru planetlər, günəşin özü, hamısı bundan fərziyyələrdir, bunlar haqqında sürükləyirlər. Və planetlərdən başqa bir şeylər ki var, bizim galaktikada başqa galaktikalar. Bunlar elə bu maddi həyatı hesab kitabı ala bilmirlər. Hətta, indi nə ki, bizim yer kürrədən qaraq, yer kürrəmizin özündə, hələ özümüzdədir, misal çəkdim, xərçəng xəzir və elə axır. Çox şey cahildirəm. Və o cümlədən hiss orqanlarına bəzi şeylərə cavab verə bilmirlər. İqtidarında deyil də bunu. Keçmiş barədə, gələcək barədə. Keçmişi sən nə deyil? Hiss orqanlarından. Gələcək barədə necə?
İnsan nə qədər utopiya və fərziyyələrlə yaşayır, nə qədər özünü aldadacaq. Ateizm yəni bu. Fırıldaqlıq. Və bunların işi, yəni görür ki, məhduddur bu, məhdud çərçivədir. İkinci bir bəhs var, insan onu ilə özü və daxilində olduğu aləmin dərk edə bilər, o da əqldir. Əql də məhduddur axı. Əql hökm verə bilər, düzdür, səhvdir. Düzdür, səhvdirə hökm verə bilər. Amma burada mən nə etməliyəmə əql cavab verə bilmir. Məsələn, hiss orqanları necə insanın əxlaqı barəsində cavab verə bilmir? Məsələn, sən ki, hiss orqanları var, sən əxlaqlı ol, ədəbli ol. Niyə mən əxlaqlı olmalıyım, ədəbli olmalıyım? Sən desən, nizamın əvvəlinin nizam-intizamı yoxdur. Sonrasından da xəbər yoxdur. Sonrası yenə də nizam-intizamlı olsun, sonrası hara gedib deyandığını bilsəydim, yenə də əxlaqlı, ədəbli olardım. Sonra da öləcəm, məhv olub gedəcəm. Nöş mən əxlaqlı olmalıyım, ədəbli olmalıyım. Bu mədəniyyət nədir çıxartmışsınız ortalığa? Məlumdur ki, uydurma nağılların davamıdır bunlarda. Və əql də o cürdür. Əql hökm verə bilər. Bir şeyi tapa bilər sənin üçün. Amma bir şeydən necə istifadə olunsun, onu əql sənə deyə bilməz. Əql hər bir şeyi sənin göstərə bilər. Amma o şeydən necə istifadə edər, onu əql sənə deyə bilməz. Heç vaxt. Əql yaradanı sənə sabit edəcək. Amma yaradanınla necə münasibət qurur? Əql burada sükut edir. O əqlin çərçivəsində deyil, çərçivəsindən kənar bir şeydir ki, bunun bəhslədi inşallah gələcəkdə oxuyacaq. Biz görürük ki, əql özü də, əql deyə bilər ki, məsələn, kiməsə sən şillə vurdunsa, bu əməl pisdir və yaxud həmin vurduğun şillə yaxçıdır. Məzluma vursun, pisdir. Zalimə vursun, yerində yaxçıdır. Bu bir hərəkəti. Əql təyin elədi. Amma yaxçı ol. Hansı şərtlər daxilində onu əql sənə cavab verə bilməyəcək. Bu şeydə hərəkət elə, amma hərəkətin keyfiyyəti, necəliyi barəsində əql hökm verə bilmir. Əqlin çərçivəsindən kənar bir şeydir. Bəli, bu da məlum oldu. Bəs əql də hiss də naqis oldu, əql də naqis oldu. Bəs biz aləmi indi necə tanıyaq? Keçmiş, gələcəyimizi necə tanıya bilək? Quran-ı Kərim o hiss və əqllə əlaqədə Nəhl surəsi 78-ci ayədə buyurur ki, Əuzu billah minəşşeytanirracim, Bismillahirrahmanirrahim, Vallahu əxrəcəkum min bütun ümməhatikum la ta'ləmunə şey'a. Yəni, Allah Teala buyurur ki, ayədə ki, Allah sizi analarınızın bətindən ki, xaric elədi, heç nə bilmirsiniz. Və cəalə ləkumus səm'ə vəl-əbsarə vəl-əfidətə ləəlləkum təşkurun. Sizlər üçün o eşitmək aləti, yəni qulağı, gözləri, əfidə burada bütün müfəssirlər qəlbdən məqsəd, yəni ağıla əta elədik. Yəni, istər hiss orqanları, görmə, eşitmə, istər əfidə, yəni ağıl. Ağılları sizə əta elədik. İndi ki, bunları əta eləyib Allah bilir, bunun funksiyası nədir? Ləəlləkum təşkurun. Funksiyasındadır. İnsan bunu ilə aləmi tanımır. Və bunlarla neynir? İnsan bunu ilə təşkurunun mənası ilə şükr edəyəsin. Şükür mənası nədir? Neyməti yerində istifadə edəyəsən. Bunlar neymətlərdən necə istifadə sən, əlbəki neymət gəlib, o neymət nədir, necə istifadə edə bilərsən. Onun üçün fəqət, başqa şey üçün sənə əl verməyəcək. Amma üçüncü bir his var və bu his də əslində fitri bir hisdir.
Özün uşaq bir şey bilməyəndə özündən böyük və bilənə müraciət edir ki, filan şey nədir? Bunun tərkibi nədir və bundan necə istifadə eləmək olar? Harada istifadə eləmək olar? Bu sualları verir biləndən. Biz insanlar ki, his və əql qüvvəsinə malik, hər ikisi naqisdir aləmin dərki, tamamilə dərkində. Bəs bir dənə dərk eləmək üçün bir qüvvəni bilən, bizdən bilən kim ola bilər? Əql deyil, yaradan. Yaradan sənə öyrətsin. Bunu da əql təyin edir. O, yaradanın sənə mənə ötürdüyü elmə vəhiy deyilir. Vəhiy. O vəhiy ki var, o həmin vəhiyinlə biz bütün aləmin həqiqətinə, vaqiqiyyətinə biz vara bilərik. Fəqət vəhiy yolu ilə. Üçün özünü bilikli edən. Bu fitri bir şeydir. Bilmədiyini insan biləndən soruşar. İnsanların hamısı dedik bu şeydə naqisdir. His qüvvəsi də naqisdir, əql bu. Başqa qüvvə yoxdur ki. Başqa qüvvə yoxdur, naqisdir. İndi ikinci bir məsələ gəlir. Bunda Nəhl surəsi 43-cü ayədə Allah Teala buyurur: "Və mə ərsəlnə min qablikə." Sonra qabaq biz heç kəsi göndərməmişik elçi olaraq, nümayəndə olaraq. İlla ricalən nuhiyyə iləyhim. Onlara biz vəhiy eləmişik, bir dəstə kişilər göndərmişik, onlara vəhiy eləmişik. Fəsəlu əhlə zikr. Soruşun zikr əhlindən. İn kuntum la ta'lamun. Əgər o şeydə ki, siz bilmirsiniz, elminiz yoxdur. Yəni, bu fitri bir məsələdir. Allah fitrətə dəvət edir adamı. Bilmirsin, biləndən gəl soruş. Burada Allah niyə demədi, orada zikr əhlindən soruşun? Niyə demədi peyğəmbərlərindən, nəbilərindən soruşun, rəsullarından soruşun, mələklərindən soruşun? Yox. Dedi zikr əhlindən. Zikr əhlindən onu inşallah təfsirdə bəhsin geniş şəkildə eləyəcəyim. Yaxşı, mən niyə aləmlə tanış olam? Səbəbi nədir? Çünki aləmlə dəqiq tanış olsa insan, bu yollar ki keçdi. İnsan nə qədər aləmlə dəqiq tanış olsa, onun əqidəsi dəqiq olur. Əqidəsi dəqiq olan insanın da əməlləri düz olur və yerində olur. Buna görə bir şeylər lazım idi. Amma bugünkü müqəddimə də, son müqəddimə də bundan ibarət ki, Allahı vücudunu isbat eləmək lazımdır, məsələdir ya yox. Burada üç dəstəyə bölünür. Əslində, alimlərin bir hissəsi buyururlar ki, Allahın vücudunu isbat eləmək vacib deyil. Əslən, lazım deyil. Niyə? Fitri məsələdir. Hər bir insanın fitrətində bu məsələ var. Hər bir insanın fitrətində bu məsələ var. Məsələn, bunların bu dəstənin rəhbərlik edənlərdən biri də mərhum Allamə Təbatəbai Rızvanullah Teala aleyhdir ki, öz təfsiri Əl-Mizanında bunu işarə vurur. Quran-ı Kərimdə Allah özünün vücudu üçün heç bir dəlil getirmir. Həmişə fitrətə müraciət edir, əqlə müraciət edir. Məlum oldu. Bəs o ki, fitrətə müraciət elədi, o ki, əqlə müraciət elədi, ehtiyac yoxdur dəlilə. Dəlilə ki, ehtiyac yoxdur, biz məsələ budur ki, nədir? İnsan o ki, dəlillər getirir, dəlildir, təyiddir, yəni qüvvətləndirir, daha da insana bu qüvvət verir imanına, əqidəsinə və illa dəlil zat deyil bunlar. Və bəzi alimlər deyir, yox, dəlil lazımdır. Məsələn, Burhan dəlil, nizam dəlili, Burhanın nizam və başqa-başqa dəlillər getiriblər. Bunlar nədir? Bunlar deyirlər, dəlil lazımdır. Baxmayaraq ki, fərz burada fitrət elə bir yoxdur, belə bir şeyləri görə. Amma bu elə bilirəm ki, əsl xət elə mərhum Allamə Təbatəbaindir. Çünki Quranda da biz onu görürük. Yəni, Allah Teala vücudunu ispat üçün heç bir dəlil getirmir. Həmişə əqlə müraciət edir və fitrətə müraciət edir insanlara. Dəlil getirməyir. Dəlil olaraq xas bir dəlil getirməyir. Və təqid onları getirir. Bunu inşallah biz hələ fitri dəlillərdə də kesəcəyik. Elə biləm o qədər kifayət edir. Vəlhamdülillahi Rabbil aləmin.
ve sallallahu ala seyyidina Muhammedin ve ehl-i beytihi tahir.